Sulu bulaqlardan, bulaqlardan, yaşıl yapraq budaqlardan, budaqlardan, yaşıl yapraq budaqlardan, budaqlardan, lalə rəngli yanaqlardan, bal süzülən dodaqlardan, sizə salam gətirmişəm. Lalə rəngli yanaqlardan, bal süzülən dodaqlardan, sizə salam gətirmişəm. Qatar qatar durlardan, yaşıl başlı sonalardan, qatar qatar durlardan, yaşıl başlı sonalardan, Azərbaycan diyarından, Koroğlunun nigarından, sizə salam gətirmişəm. Azərbaycan diyarından, Koroğlunun nigarından, sizə salam gətirmişəm. Həcərindən, həcərindən, Qoç Nəbinin həcərindən, həcərindən, Səttarxanın hünərindən, hünərindən, Səttarxanın hünərindən, hünərindən, gözəl mavi Xəzərindən, bizim Bakı şəhərindən, sizə salam gətirmişəm. Gözəl mavi Xəzərindən, bizim Bakı şəhərindən, sizə salam gətirmişəm. Qatar qatar durlardan, yaşıl başlı sonalardan, qatar qatar durlardan, yaşıl başlı sonalardan, Azərbaycan diyarından, Koroğlunun nigarından, sizə salam gətirmişəm. Azərbaycan diyarından, Koroğlunun nigarından, sizə salam gətirmişəm. Azərbaycan diyarından, Koroğlunun nigarından, sizə salam gətirmişəm. Gətirmişik. Axşamınız xeyir olsun, hörmətli tamaşaçılarımız. Doğma ARB TV-də Əsl Bayram proqramı. Mən bunu əminliklə söyləyə bilərəm. Çünki bir-birindən dəyərli musiqiçilərimiz, əzizlərimiz, doğmalarımız bu axşam, hörmətli tamaşaçılarımız, sizə əsl musiqi ziyafəti, əsl Azərbaycan musiqi ziyafəti yaşadacaqlar. Böyük məmnuniyyətlə, ürəkdən salamlayıram yenidən bizim studiyamızın dəyərli, əziz, peşəkar, Respublikanın xalq artisti Ənvər müəllim Sadıqov, Renever Qarmonunun yaradıcısı və Milli Konservatoriyanın baş müəllimi Ənvər müəllim Sadıqov, xoş gəlmisiniz, bayramınız mübarək olsun. Çox sağ olun Kazım, təşəkkür edirəm, salamlayıram sizi də, bütün əməkdaşları da, ARB TV-nin həmişə gözəl verilişləriniz olsun, gözəl işləriniz olsun və bayramlar da düşərli olsun bütün xalqımız üçün. Çox təşəkkür edirəm. Bu ay ümumiyyətlə çox gözəl bir aydır. Çox. Bayramlar bir-birinə qarışıb. Martın əvvəlində bütün dünyada qeyd olunan analarımız, bacılarımız, doğmalarımız, xanımları biz qeyd etdik bayramlarını. Çərşənbələr, ayın sonunda Ramazan bayramı. Bir sözlə bu ay doğrudan da bayramlarla zəngin bir aydır və bayram kimi bir proqramda əlbəttə ki biz mütləq onu görmək istərdik. Çox təşəkkür edirəm. Azərbaycan musiqisinə daim xidmət göstərən, Azərbaycan musiqisini çox sevən, musiqinin hər an öyrənməyə çalışan və bundan sonra da bunun yaradıcılığında əsas xətt musiqi, Azərbaycan musiqisinə xidmət göstərmək. Abbas Bağırov,
Əziz dostum, xoş gəlmisən. Xoş gördük Kazım, salamlayıram. Xoş gördük bu gözəl gündə, bu gözəl verilişdə. Bayram günlərində nə gözəl, həm Novruz bayramı, həm müqəddəs Ramazan bayramı ərəfəsində bizi izləyən dəyərli tamaşaçıları salamlayıram. Qaytağı ansambl olaraq düz qeyd elədin. Daim gözəl musiqinin təbliğatı və o musiqilərin yaşanması üçün əlimizdən gələni bu günə qədər də etmiş edəcəyik də və bu gün də xüsusi bir repertuarla gəldi. Dedik biraz fərqli olsun və birinci mahnı ilə salamladıq bütün Azərbaycanı, bütün dünyada yaşayan bütün Azərbaycanlıları, bütün dünyada yaşayan Azərbaycanlılarımızı salamlayırıq. Bayramlarınız mübarək olsun. Mübarək olsun. Bu dəyərli musiqiçiləri əlbəttə təqdim etməyə heç gərək yoxdur. Hər biri öz sahəsində peşəkar nömrə 1 musiqiçilərdir. Başda Respublikanın əməkdar artisti Ələkbər müəllim Ələkbərov olmaqla sizi də ürəkdən salamlayıram. Abbas, elə gəl Veşin bu anında sən bir daha bizim bax bu studiyamızı əslində o missiya Ənvər müəllimindədir. Buyurun, bax bugün müşayiət bu dəyərli musiqiçilərindir. Ənvər müəllim, gəlin və işin əvvəlində onları təqdim edək. Təşəkkür edirəm və Abbas dediyi kimi ümumiyyətlə Qaytağı ansamblının bu bahar bayramı, Novruz bayramı ən sevimli bayramlarından biridir. Şəxsən mən çox sevirəm, çünki təbiətin dirçəlişidir və Abbas gözəl qeyd elədi ki, bu gün də yeni bir repertuarla əslində gəlmişik və çalışacağıq ki, tamaşaçılarımızı, dinləyicilərimizi sevindirək, onların əhvalını gözəl edək. Necə ki, təbiət dirçəlir və canlanır və günəş, həyat, isti, sevgi, məhəbbət və əlbəttə ki, başda bizim vətənimiz olmalı, dövlətimiz olmalı. Allah qorusun Azərbaycan xalqını, bütün məkanından asılı olmayaraq, bütün dünyada yaşayan Azərbaycanlılarımızı qorusun. Amin. Biz həmişə möhkəm və həmrəy olaq. Bizim, deməli, bayaq söylədin, bizim Azərbaycan Milli Konservatoriyasının dosenti və Respublikanın əməkdar artisti Gözəl Tarzən Ələkbər Ələkbərov. Xoş gəlmisiniz. Xoş gəlmisiniz. Onun yanında Xəsay Gülməmmədov, o da bizim tarzənimizdir, amma bizdə simli alətləri ifadə. Sonra Elvin Bəşirov, gözəl sənətkar, zərb alətlərində. Bəhram Mahmudov, o da perkusiyada. Bizim Şakir Davudov, kamanda. Orxan Musayev nəfəs alətlərində. Talih Ağayev bizim pianoçumuz, o da aranjmançımız, klavişli alətlərdə. Elvin Nəbiyev bas gitarada və Elmir Əliyev nağarada. O da zərb alətlərindədir. Səs rejissorumuz Bəxtiyar Həsənov. Deməli, onun assistenti Cavidan Bəkirov, köməkçilər İbrahim Əliyev. Ümumiyyətlə, bütün komanda olaraq Qaytağı həmişə bir ailə kimidir. Ona görə də çalışırıq ki, hamısını qeyd edək və və onu da qeyd edim ki, bu ayda bizim Qaytağı ailəsində Qaytağının üzvlərinin bir çoxsunun ad günü olub. Nə gözəl. Məsəl üçün Quzu Talihin ad günü oldu. İkisi Cavidan ad günü oldu. 13-ü Bəxtiyarın ad günü oldu və bir neçə gündən sonra da bizim dəyərli Ələkbər müəllimin ad günüdür. Nə gözəl. Doğrudan çox gözəl gündür. Təbrik eləyirik yeri gəlmişkən. Ondan əvvəldə təqdim elədim ki, bu ay çox zəngin aydır, yəni bayramlarla. Sən demə onlardan əlavə Qaytağı ailəsi üçün bu ay həm də onların üzvlərinin doğum günü ilə. Avqustun 29-u da mənim ad günümdür. Az qaldı. Novruz bayramı. Bugün əsl Azərbaycan musiqi gecəsi, hörmətli tamaşaçılarımız, möhtəşəm musiqi ziyafəti izləyin. Mən düşünürəm ki, bizim hər zaman bu komanda ilə, bu ailə ilə çox gözəl verilişlərimiz olub. Bundan öncə biz özəl akustik layihəsində görüşmüşdük. Amma Abbas demişkən fərqli repertuar, özəl repertuar, tam bayram ab-havalı bir repertuar, Qaytağı instrumental ansamblı bu axşam sizin üçün, hörmətli tamaşaçılarımız, ən gözəl mahnıları ifa edirlər. Axşamınız xeyir olsun. Mən sənə aşiqəm, sən də gözəl. Mən sənə aşiqəm, sən də gözəl. İnsafa, mürvətə gələsən gələr. İnsafa, mürvətə gələsən
başımı siləsən gərək. Sevirsən sən məni ey təmzəmən, incitmə könlümü biraz yaxın gəl. Sevdiğin oğlanı anladı bərdən, sevdiğin oğlanı anladı bərdən. Sonra da dili də güləsən gərək, sonra da dili də güləsən gərək. Səni görüb dayanmışam nitqinal, süzgün baxma kipriğini yavaşa. Gözlərinin qarşısında aymaram, gözlərinin qarşısında aymaram. Təkcə mən yox hər kim olsa baş əyər, elə baxma gözlərinə gözdəyər. Təkcə mən yox hər kim olsa baş əyər, elə baxma gözlərinə gözdəyər. Elə baxma, elə baxma gözlərinə gözdəyər. Elə baxma, elə baxma gözlərinə gözdəyər. Dikilibdir gözlerine gözlerim, sanki bakır aya güne gözlerim. Vurulubdur gözlerine gözlerim, vurulubdur gözlerine gözlerim. Məhəbbətin ilk sözünü gözdəyər, elə baxma gözlərinə gözdəyər. Məhəbbətin ilk sözünə gözdəyər, elə baxma gözlərinə gözdəyər. Elə baxma, 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 elə baxma gözlərinə gözdəyər. Möhtəşəm müşayiət, möhtəşəm ifa başqa cür də ola bilməz. Örnək musiqiçilər, həqiqətən də örnək musiqiçilər. Bax, virtual öyrən yəni. Həqiqətən də belədir. Abbascan, bir daha xoş gəldin. Xoş gördük, xoş gördük. Keçən həftə yer çərşənbəsində, əlbəttə indi işlərimizin çoxluğundan, bilmirəm, yaşımızın üstünə yaş gəlir nədir? Əvvəlki kimi, yəni bu Novruz adət-ənənələrini mənim yaşıdlarım, yəni əvvəlki kimi, uşaqlıq illərindəki kimi, yəni yerinə yetirmir. Amma yenə də görürəm də Tonqal ətrafında, yəni uşaqlar eynən öz uşaqlıq illərindən düşür. Amma deyirlər, dünyada ən çox xatirə oyadan qoxudur da. Və Tonqalın qoxusu gəldi. Sən təsəvvür elə ki, yəni indi danışıram, belə özümü çox qəribə hiss edirəm. Həmin də qayıtdım o anlara da. Mən səndən soruşmaq istəyirəm Novruz xatirəni, maraqlı bir Novruz xatirəsi. Əslində, buyur. Novruz bayramı mən uşaqlıq vaxtlarımda, deməli, Novruz bayramında həmişə qonşularımız məni gözləyir. Belə bir bacarıq var idi. Məni bütün qonşuları həyətə toplayaq, Tonqalı qalayaq və orada bir səhnə düzəldirdik. Bir belə səs gücləndiricilər gətirirdi və oradan o vaxtdan musiqilər görürsüz. Amma o vaxt fonoqram oxuyurdum çünki. Başqa müğənnilərin elə bir ifasında mahnılar orada səsləndirirdi və
mən həm aparıcılıq eləyirdim, həm oxuyurdum və hər bayramda qoşular gözlürdü. Atamdan ondan soruşurdu, Abbas sabahlar necə düzəldəcək? Yəni belə Bu sən missiya demiş, sənin üzərində idi. sən yəni. demiş o vaxtları bu bayramları biraz fərqli idi. Amma mən sizə deyim dünənləri məsəl üçün bir neçə gün elə Keçən ailəmlə çərşənbə. də ailəmlə də belə şəhərə çıxdıq, biraz Bəli. gəzməyə falan. Yəni mən sizə deyim tonqallar yenə yanır. Yanır, yanır. Sadəcə olaraq bu günləri gənclər maşallah belə müasirləşirlər. Daha belə informasiya çoxdur, məlumat çoxdur. Yəni bu bayram onlar üçün bəlkə də biraz adi gələ bilər ki, yəni Novruz bayramı məsəl üçün onların fikirlərində daha belə böyük bəlkə ola bilsin fikirlər var. Yəni bu bayram onlar üçün adi gələ bilər. Amma bizim xatirimizdə sən demiş, yaxşı mən məsəl üçün mənim uşaqlığımda belə yadda qalıb. Yəni hər dəfə yadıma salıram. Hər dəfə də bəzi köhnə qonşularımızı görəndə deyir, "Və sən yoxsan, o konsertləri indi bizə verək." İndi bu gün amma artıq sən öz övladın üçün məsəl üçün onu tonqala götürürsən. O vaxtlar yalançı səhnədə idim. İndi bu günlər çox şükür doğru professional səhnədəsən. Mən nəyə görə söylədim ki, o vaxtdan? Çünki bunu hər dəfə söyləmişəm ki, maşallah olsun, Azərbaycanda Abbas Bağırov bu mövzuda, hər bir mövzuda təbii ki, çox məsuliyyətlidir öz işinə qarşı, amma məhz öz komandasının texniki, yəni tərəflərinə Abbas Bağırov çox həssasdır. Çox həssasdır. Bax bu gün Adil, bax bu gördüyünüz bu səs avadanlıqları olsun, digər müxtəlif nüfuzdə siz görmürsünüz. O vaxtdan deyirsən, yəni gətirirdim, nə bilim, kolonka falan, deyirəm, o vaxtdan var da səndə bu sahəyə maraq. Əgər musiqi keyfiyyətlidirsə, səslənəcəksən, bəli. onu səsləndirən insanlar peşəkarlardırsa, Ənvər müəllim başda olmaqla, bəli ki, orada səslənməsi də yaxşı olmalıdır, orada hər şey yaxşı olmalıdır. Yəni bunun nəinki mən, burada hamı əlindən gəldiyi qədər bunu çalışır, bunu edir və təbii ki, səslənmə də bizdə şərtdir. Yəni yaxşı səslənmə, bunu tamaşaçı həm televiziyada, həm tədbirlərdə bizim musiqi o səs gücləndiricilərdən səslənirsə, deməli o gözəl olmalıdır, keyfiyyətli olmalıdır. Bəzən deyirlər ki, sən müğənnisən, amma neyini sən o boyda avadanlıq alırsan? Amma bəzən o sual verən adamlar düşünmürlər ki, mən musiqiləri ifa edəndə istəyirəm o musiqilərin səslənməsini dinləyici gözəl dinləsin, gözəl ona gəlsin o musiqinin səslənməsi. Çünki musiqilər gözəldirsə, onun səslənməsi də gözəl. Onsuz da elədir. Mən öz təcrübəmə söykənib, radio aparıcısıyam həm də mən. Məsəl üçün bir mahnını mix edirəmsə, əgər Abbas Bağırovdan sonra başqa bir mahnı mix olunursa, bu fərq həmən hiss olunur. Səslənmədə, aranjmanda və əlbəttə ki, ifada. Bu əslində bu xəstəliyi mən hamıya salmışam. Məsəl üçün, taley. Görürsünüz, onun yanında nə qədər avadanlıq var. Bu gözəldir əslində. Musiqiçi belə olmalı. Amma onu idarə etmək də var. Məsələn, Orxanın indi burada bir dənə klarneti var. Orxanın başqa alətləri də var. Balaban da var, balaca sopranina deyirlər də ona. O saksofonun daha kiçik ölçüsündə olan. Məsələn üçün Şakir skripka ifaçısıdır. O kaman da ifa edə bilir. Skripka da yəni simli alətdir. Məsələn üçün Xasayda görürsünüz ud da var. Bəli. Elektrosaz da var. Yəni digər başqa alətlər də. Məsələn üçün Elmir alətlərin yarısı yoxdur. Məsəl üçün Bəhram alətlərin çoxsu, bir dənə balaca orada bir alət var, elektro alətdir. İçində nə istəyirsən var. Elvin də zaten maşallah, onda hər şey var. Hər şey gözəldir, hər şey əladır. Elvinə də yəni onun aləti elədir ki, səslənməsi elə bəs eləyirdi. Mənim ən sevdiyim alətlərdən biridir. Nə gözəl. Bas gitar. Yeni yanılmıramsa daxil etdiniz siz ansambla bas gitara. Bəli. Çünki keçən proqramda yox idi. Yeni üzvlərimizdən biridir, amma artıq o da bizə doğmalaşıb, o da ailəmizin üzvüdür. Yəni onu yeni üzv kimi qəbul eləmirik. Yəni elə bir ki, bizimlə artıq neçə illər çalışıb, çünki çox istedadlıdır. Burada çalışan, qaytağıda çalışan özünə məxsus dəsti xətti və özünə məxsus gözəl potensialı və istedadı var. Ələkbər müəllimdən də bir söz demək olmaz. Ələkbər müəllim elə bir dənə alətdə neçə dənə simi var? 11 dənə simi var. 11 dənə hansı burada alətdə simi var? Əməm, siz Novruz xatirəsi ilə bağlı bizimlə nə paylaşa bilərsiniz? Mənə gəlir ki, sizin də bu mövzuda deyəcəkləriniz var. Təşəkkür edirəm əvvəla mənə tez-tez söz verdiyin üçün əslində. Biz çox sevinirik ki, siz danışırsınız. Çox sağ ol. Mən bayaq sənin dediyin o sözdə
qapılıb qaldım. O Hansı əvvəlki? dedin ki, doğma iylər qoxu gəldi. O ən çox xatirə oyadan kömürün o tonqalın iyi. Ümumiyyətlə fikir versəz biz mən bilmirəm, şəxsən bəlkə məndə belədir. Mən məsələn odun yananda ona baxanda gözüm yol çəkir və xatirələrə dalıram. Bilmirəm nədir. Bəlkə də bizdən qabaq nələr yaşanıb, onları düşünürəm. Sonra da tam xəyallara dalıram, tam tuta bilmirəm. Yəni biz odlar yarıyıq. Yəni burada o qədər siz danışa mən biraz haşiyə çıxdım beynimdə. Yəni musiqi özü bir sevgidir, özü bir eşqdir. Yəni eşq tək biz dediyimiz, sadə düşündüyümüz eşqdən ibarət deyil. Eşq hər bir şeydə var. Biz həmişə söyləyirik ki, yəni uşaqlar ifa ediriksə bunu can yandırmaq lazımdır. Söhbəti yox. Yəni biz də səhv edə bilərik. Çalışırıq etməyə. Ən azından düşünürük və çalışırıq ki, bunu etməyə. Soruşuruq, məsləhətləşirik, ortaq bir məxrəcə gəlirik və bizim Azərbaycanımızın böyük bir xəzinəsi var. Bəli. Yəni onun incəsənəti var, onun özəlliyi var, musiqisinin özəlliyi, muğamlarımız falan uzun danışmaq istəmirəm. Yəni bu bəlkə də deyirəm bizim o odlar diyarı olduğumuza Əliağa Vahidin bir dənə səhvli yazmaq istəyir. Ələkbər müəllim, o 100 dəfə yansaq eşq oduna qorxu bilmərik. Çünki diyarımız bizim odlar diyarıdır. Yəni bu nə qədər o eşq sadə, çox bəsit düşündüyümüz eşq deyil. O da eşq, o da sevgidir, insanın bir-birinə sevgisi. Amma musiqiyə olan sevgi bu ölümsüz bir sevgidir. Yəni bizdən sonra, bizdən qabaq da olub, bizdən sonra da olacaq və bu bizim sevə-sevə işlədiyimiz bu işlər heç biri itməməlidir əslində. Yəni bizim də timsalımızda o öz işinə, sənətinə, peşəsinə can yandıranlar. Və biz çox güman ki, bir Azərbaycan xalqı olaraq, Azərbaycan türkü olaraq ona görə seçirik. Biz özümüzü yandırırıq bir şey. Ürəyimizi qoyuruq, bəli. Novruz xatirələrində çox gözəl, yəni o bizim o rəngli yumurtalardan tutmuş, nə bilim, konçamız, o xırda-xırda o nərəgilərdən tutmuş, hamısı sevimlidir, doğmadır. Amma bir haşiyə çıxmaq istəyirəm ki, o papaq məsələsini imkan daxilində etməyə, yəni qurşa ola bilər, torba ola bilər. Papaq sözünü gətirməyək, papaq yerdə ola bilməz. Bildim. O bizim yəni baş tacımızdır, o bizim orada çox məsələlər var. Ehtiyatla, məsələn, çox vaxt düşünmürlər, deyirlər papaq atmaq. Papaq atmaq olmur, papaq atmazlar. Papağı toxunda ona cavab vermək lazımdır. Yəni qurşaq ata bilərik ki, o da ənənələr gəlir. Təəssüf ki, bəzi dəyərlər illər biraz itiririk və yadımızdan çıxır, amma sonra ona bizə irad tutacaqlar. Çünki səhvimizi axtaran qonşularımız var, qondarımız var. Doğrudur, Ənvər müəllim. Allah sizə can sağlığı. Əslində o papaq məsələsi əvvəlləri o xurcun olub. Xurcun olub, torbalar olub, ondan sonra nə tərsə olub. Kimsə bizdən olmayan, yəqin ki, onu... Bu adəti... Ona görə də yəni pozitiv enerjidə qalmalıyıq, hər şey əladır, hər şey. Özəl. Keş bülbül çalır kamança senden, üzünden tezat perdeni göze gönçe. Bahar dilkeş bülbül çalır kamança senden, üzünden tezat perdeni göze gönçe. Büsat başlamışdır çəməndə, hər gülün ləbindən bir xəndam saxlamışdır bir piyalə çəməndə hər lalə. Çox uzun deyildir bu həyat, qonu zülfün at qoy gülsün eşq ilə kainat.
çekerken eşke cefa, sen sürürdün onda sefa, sen sürürdün onda sefa. Ben çekerken eşke cefa, her gülün lebinden bir xəndə saxlamışdır bir piyale çəməndə helale. Çok uzun değildir bu hayat, konu zülfün at koy gülsün, eşkinle kainat ey, eşkinle kainat, eşkinle kainat, eşkinle kainat. Məhəbbət toxunub yanaqlarına, gözləri qaynayan bilur çeşməsən. Məhəbbət toxunub yanaqlarına, gözləri qaynayan bilur çeşməsən. Gəl məni qərq eylə gözəlliyindən, gəl məni qərq eylə gözəlliyindən. Gülüm sen ne yaman güzelleşmişsen, gül çiçek bürüyüp bütün çölleri, yoksa bu çöllerden gelip geçmişsen. Ben sana gönül açandan beri, gülüm sen ne yaman güzelleşmişsen. Gül çiçek bürüyüp bütün çölleri, yoksa bu çöllerden gelip geçmişsen. Ben sana gönül açandan beri, gülüm sen ne yaman güzelleşmişsen, gülüm sen ne yaman güzelleşmişsen. Dananıp bezenip bakışlarınla, elə bir baharı təkcə içmisən. Dananıp bezenip bakışlarınla, elə bir baharı təkcə içmisən. Gözlərin yaşını kipriklərinlə, gözlərin yaşını kipriklərinlə. Gülüm sen de yaman güzelleşmişsen, gül çiçek bürüyüp bütün çölleri, yoksa bu çöllerden gelip geçmişsen. Ben sana gönül açandan beri, gülüm sen de yaman güzelleşmişsen. Gül çiçek bürüyüp bütün çölleri, yoksa bu çöllerden gelip geçmişsen. Ben sana gönül açandan beri, gülüm sen ne yaman güzelleşmişsen, gülüm sen ne yaman güzelleşmişsen. Gül çiçeği bürüyüp bütün çölleri, yoksa bu çöllerden gelip geçmişsen. Ben sana gönül açandan beri, gülüm sen ne yaman güzelleşmişsen, gülüm sen ne yaman güzelleşmişsen, gülüm sen ne yaman güzelleşmişsen, gülüm sen ne yaman güzelleşmişsen. Möhtəşəm bir davam reklamlardan sonra hörmətli tamaşaçılarımız, bir daha bayramınız mübarək olsun. Bugün Torpaq çərşənbəsidir, bugün axırıncı çərşənbədir. Bizi yaza doğru
irəliləyirik və bayram ab-havalı mahnılarla bu axşam bizim möhtəşəm bir proqramımız, möhtəşəm bir konsert proqramımız təqdim olunur. Qaytağı instrumental ansamblı ilə bərabər. Bir var bayram ab-havalı mahnılar, bir də var bayram mahnıları. Məsəl üçün, bayram axşamlarında Abbas Bağırovda A-Trio qrupu rəhbəri olduğu nə gözəldir bayramlar, gör bir neçə bayram var. Məsəl üçün də, hə? Ənvər müəllim, buyurun. O mənə gəlir ki, bayram ab-havalıdır. Mən məhz bayram, istəyirəm Azərbaycan musiqisində bayram haqqında mahnılardan danışaq və həmişə mənim diqqətimi nə çəkib? Dünyanın heç bir ölkəsində bu qədər Azərbaycanı tərənnüm edən, öz ölkəsini tərənnüm edən mahnılar yoxdur. Desək ki, bəlkə biz qəlbimiz yaralı idi 90-cı illərdən sonra, yəni bizim kədərimiz var idi və şair də bir vətəndaşdır da, o da ürəyindən keçib Azərbaycanı tərənnüm edir, bəstəkar. Amma elə deyil axı. Retro musiqi dönəmində nə qədər Azərbaycanı tərənnüm edən Rəşid Behbudovun, Şövkət Ələkbəri var. Əslində elə 90-cı illərə qədər çox Bəs onu demək istəyirəm. Yəni bu onunla bağlı deyildi, yəni. Bayramla bağlı. İstəyirəm bax bu barədə danışaq. Azərbaycan musiqisində bayram mahnıları hansını xatırlayırsınız? Bayrama aid mahnılar çoxdur. Çoxdur. Bayram gəlir. Elini. Şəhər Təmiroğlu. Bəli. Abbas Bağırov ən gözəl bəstələrindən mənim sevdiyim bayaq dediyim Bayram axşamlarında. Bəli. Bayramlar. Bayramlar. Nə gözəldir bayramlar. A-Trio bayramları amma Sonra Nizə xanım oxuduğu onunla mən repertuarıma qaldım. Çox- Çalışıq telli sazı, salınmasın könül Bəli, yaz gəldi, Bülbüllərin xoş avazı, bir yaz gəldi, yaz gəldi. Sonra bayram axşamları çox mahnılar var. Əslində dekabrın son Yeni günü ilə aid. bizə tutub üzünü. Cavanşir Yəni- Quliyev Novruz gəlir, yaz gəlir. Novruz gəlir, yaz gəlir. Yəni yeni ilə aid, ümumiyyətlə bayramlara aid. Çox bayramlara aid ümumiyyətlə məsəl üçün bayraq gününə də aid mahnılar indi yazılır. Var. Məsəl üçün müstəqillik gününə də, yəni Azərbaycana aid bayramları nə qədər varsa, bizim milli gözəl bayramlar. Bəli. Ona aid də mahnılarımız var. Məsəl üçün bayaq sən qeyd elədin. Bizim repertuarımızda, yəni vətənpərvərlik haqqında mahnılar daha çoxdur. 44 günlük vətən müharibəsində bəli, vur komandir ona vur. yaxın. Yəni ən yaxşı Ona mahnılardan yaxın birisi. mahnılar Bəli. yazdırdı. Bəli. Və onun içində də Ənvər müəllimin bəstəsi olan Vur Vur Komandir komandir vur. mahnısı. Sonra yəni var, yəni çox mahnılar var. Əsasən Azərbaycanımıza aid Niyə mahnılar bu yer qədər alır. çoxdur? Niyə başqa ölkədə bu qədər öz ölkəsini tərənnüm edən mahnılar yoxdur, amma məhz bizdə var. Nə Bu gözəldir, bizdə nə qəşəngdir Azərbaycan. Əzəl Hüseyn ağa gündən- Hadiyev bəli. yadıma Nə gözəl. Əzəl gündən bu adət, adət, ənənələr hə. bəstəkarlarda var. Bu da vətənə olan sevgisindən Ola Vətənə, gəlir. vətəni tərənnüm etməkdə, Bəli. yəni çoxdur. Şeirlərimiz də çoxdur. Bir Azərbaycan bəstəkarının necə bəstələrinin içində Azərbaycana aid mahnısı olmasın. Mənə gəlir ki, bu Azərbaycan musiqisini, yəni təhsilini belə deyim, notunu yazan insanla bağlı. Bu Hüseyn Hacıbəyli ilə bağlı olan bir məqamdır mənə elə gəlir. Bəli, Elə, o yəni onunla bəli, o Üzeyir Hacıbəylinin təbii ki, əsərlərinə söz ola bilməz, amma Azərbaycan haqqında, Bakı haqqında, şəhərlərin adına aid Gəncə, aid olan ən çox yazar bəstəkar Tofiq Quliyevdir. Tofiq Quliyev. Tofiq Quliyevin yəni yazdığı o qədər, yəni Azərbaycan haqqında, hə, Rauf Hacıyev, Emin Sabitoğlu, Hacıyevin bir dənə özün kimi vüqarlıdır mahnısı. Tamamilə doğru. Simvol kimi. Yəni çoxdur. Dünyada tanınan Müslüm Maqamayevi zaten Azərbaycan haqqında oxunan mahnı ilə tanıyıblar. Azərbaycan Bəli, bu da bəli. çox gözəldir və sevindirici haldır. Yəni bu hər nəsil, hər yeni gələn nəsil, yəni gənc nəsil musiqini eşidir və orada Azərbaycan öz ölkəsinə, vətəninə sevgi, adət-ənənələrinə sevgi yaranır. Buyurun. Bəli, davam edir. Bəli, bəli. Bu gündə də bəstəkarlarımız nə qədər bizim vətənə aid. Bəli. Yəni Aygün Səmədzadən bu yaxında da Bəli, konsertdə oldu sizin. Yəni orada nə qədər mahnı var. Özdə çoxsu da yəni xor effekti ilə, yəni həmrəyliyi göstərən. Bəli. Həm də sevilir. Bilirsən, Ümumiyyətlə, çox çox sevindirici haldır ki, Mart ayının sevilir. 7-si Gəncə Dövlət Filarmoniyasında gözəl və möhtəşəm Aygün Səmədzadənin konserti 7 martda, bəli. Bəli, mən doğru. sizə deyim, elə konsertdə səslənilən mahnıların çoxusu vətənə aid. Hə, görürsünüz. Orada 30-a yaxın ifaçı var idi. 30-a yaxın ifaçıdan 25-i vətənə aid mahnılar oxunur. Qoy oxunan mahnılar hər biri bayrama, gözəl günlərə həsr olunsun. Bəli, bəli. Buyurun əvvəl mənim, buyurun. Bayaq Vur Komandir dediniz. O Vur Komandir deməli 44 günlük müharibədən qabaq olmuşdu. Tovuz hadisələrində. Amma həmin ərəfədə çox yəni sevildi, Tovuz yəni hadisələrindən tanındı. sonra Hə. yazdıq və
artıq saxlayırdıq ki, onu müəyyən bir anda nəsə bir çəkilişini falan edək. Amma sentyabrın 27-sində onu məcbur tez verməli olduq. Yəni bütün bu 4 illik müharibə başladı və onun da təsəvvürə gətirin ki, yəni onsuz da hər zaman qəlbimizdədir də vətənimiz. Yəni biz belə yorulmuşuq. Amma yenə də bir əsəb, bir stimul, bir stres olanda insan, yəni bütün daha çox bəstəkarlarımızın yazdığı əsərlərində də hansındasa nəsə bir səbəb tapsanız görəcəksiniz ki, orada nəsə baş verir. Yəni hətta bir sarsıntıdan da bir melodiya əmələ gələ bilir. Yəni o demək ki, hər zaman əgər hər şey gözəl və rahat olsa, inandırım ki, bəlkə də heç kim bir stresə gəlib, bir stimula gəlib, nəsə mütləq bir tapşırıq olmalıdır, nəsə bir sifariş olmalıdır, hansısa bir tədbir üçün. Ayrılıqdan doğan nə qədər gözəl mahnılar ərsəyə gəlib. Yəni, daha təsirli olub. Stressdən, yəni qəmginlikdən yaranan, sevincdən yaranan, yəni bir insan nəsə bir emosiyaya qapanmalıdır və bayaq söylədim ki, o sifariş nəsə, yəni hansısa bir konsertdə, hansısa bir tədbirə hazırlanan. Təsəvvürünüzə gətirin ki, sənin planında bir başqa bir şeydir, biz başqa bir nəsə musiqi ilə məşğuluq, nəsə məşq edirik. Birdən bir tapşırıq gəlir ki, hansısa tədbirə hazırlaşmaq lazımdır. Və onun öz ampulası var, öz repertuarı var və biz ona görə hansısa işimizi qoyub və başlayırıq onunla məşğul olmağa. Amma sonra zaman keçir, baxırıq ki, nə yaxşı ki, belə bir tapşırıqlar əmələ fikir verirsiniz də, yəni o müəyyən konsertlər üçün, proqramlar üçün hazırlanan artıq o da bizim repertuarımıza çevrilir. Və o da bir, nəinki bizim və tariximizdə də qalır ki, yəni bizim musiqimizin bir küçük bir hissəsidir. Çox minnətdaram ətraflı məlumat üçün. Abbas əzizim, davam edəkmi? Davam edək. Rəşid Beypudovun repertuarından rus dilində bir mahnı oxuyacağım. "По горным дорогам". Böyük məmnuniyyətlə eşitməyə hazırıq. Вершине молчанием и строгом ручей устремился к ручью. По горным дорогам веду я машину свою. Накинул товарищ мой бурку на плечи и скачет на быстром коне. Ему прошептать спешу я при встрече, путь уступает он мне. Путевку косматой потаки и сердце давно потерял. Живет моя милая в гордом кузаке, живет среди неба и скал. Зачем я себя по-парнасу тревожу, лишившись покоя и сна? Моя дорогая на крепость похожа, совсем неприступна она. Кататься со мною в машине, спешить проявить свою власть. И все намекает, что девушек нынче в горах запрещается красть. По белому свету я еду в тумане грозу. И слово даю вам, что девушку эту я все же друзьям увезу. Со мною в машине щекой прижмется к плечу. И с
ней на крутую седину вершину я скоколом быстро влечу. И там, где сверкают на небе высоком звездеца в орлином краю, по горным дорогам веду я машину свою. По горным дорогам веду я машину свою. Mən axı dedim sizə ki, bu axşam ən maraqlı bayram proqramı bizdədir. Abbas, ilk dəfədir səni bu janrda gördüm. Ənvər müəllim, Abbas ümumiyyətlə eksperimentlər, acan? Qaytağını rəqs etmək bundan bəlkə də asan olardı. Abbas ümumiyyətlə son... Bizə qaytağı olasan, gəlib qaytağını ifa eləməlisən. Mümkün deyil. Abbas ümumiyyətlə son illərdə mənim diqqətimi çəkir çox fərqli eksperimentlər etməklə. Yəni, Aygün bəylərin sözü yadıma düşdü. Allah ona qəni-qəni rəhmət eləsin. Bir söhbətdə dedi, bizdə o biraz belə danışan idi, deyir. Ərəb oxuyuram, caz oxuyuram, estrada oxuyuram, muğam oxuyuram. Sən hər şey oxuyursan və bax indi bu tərz mən ilk dəfədir, yəni gördüm səndə. Bu ansamblın qaydaları odur. Yəni Estrada... burada dayanırsansa hər şey oxumalısan. Oxumursansa xahiş edirəm. Biz növbəti aylarda səndən hansı fərqli və yeni üslublar görə bilərik? Yəni bəlkə hazırlaşırsınız, bizi təəccübləndirir. Məsələn, mən şəxsən bu ifada çox təəccübləndim. Yox, bu repertuarımızda var idi, amma efirlərdə oxumamışdım. Onu deyirəm də, yəni. Valla mən üzr istəyirəm, Abbasın əvəzinə danışmaq kimi olmasın. Yəni o əhval adamıdır da. Valla heç bilmək olmur ki, sabah nə oxuyacaq. Hətta bugün bura gələndə də düzdür biz üstündən hazırlaşmışıq. Amma yenə də nəsə dəyişə bilərdi. Ola bilərdi ki, məsələn, onlar bunu... Çünki o əhvalından asıldı. O qabaqcadan deyə bilərsən də 2 aydan sonra nə etməli? Mən deyirəm, mən çətinlik çəkirəm. Ona görə də biz həmişə hər şeyə hazır olmalıyıq. Təşəkkürlər. Amma mən deyim, repertuar tamam başqa idi. Bir həftə bundan öncə repertuar dəyişdi. Yəni əslində başqa Novruz havası dedi, düşündü ki, yox. Konsert düşündüyümüz o repertuar olmasın, bəlkə birdən nəsə yaxşı olmaz o repertuar. Onu başqa verilişlərin birində mütləq söz verirəm ki, o hazırladığımız, o birisi repertuarı, onu adi bir gündə mütləq qonaq olsa, qismət olsa, o repertuarı ifa eləyər. Bir sualım da olacaq. Deməli, Ənvər müəllim, radio aparıcısının tamaşaçıya öz çalışdığı radionun formatına uyğun olaraq təqdim etdiyi mahnı başqa ola bilər. Özünün bir dinləyici olaraq dinlədiyi mahnı başqa ola bilər. Bu ifaçıya və sənət adamına da aiddir. Yəni, bir var ürəyinin səsi, bir də var ki, tamaşaçının sevdiyi. Abbasın mən söylədim ki, repertuarında müxtəlif janrlar var. Pop musiqisi var, sırf Azərbaycan estradası var, 90'lar var, 6-8 var, hər cür var. Abbas özü hansı janrda qəlbinin səsini bizə çatdırıb? Bugünə qədər qaytağı ansamblı ilə nələr oxumuşamsa, mənim ruhum o musiqilərdədir. Yəni mənim sevdiyim musiqilər olardı. Yəni onların sayı hesabı yoxdur. Orada estrada da var, orada caz da var, orada klassik musiqi də, orada folklor da var, orada bəstəkar mahnılarımız da var. Yəni romanslar var, türk sanat musiqiləri var. Əlbəttə. Yəni onları oxuduqca, yəni mən yaşayıram. Onların hamısını oxumayanda elə bir nəsə çatışır. Tamamlanırsan yəni. Çünki hər qulaq asdığım janrda bir neçə sevdiyim nəğmələr, musiqilər olur. Bildim. Yəni onlardan seçirəm. Bəzən Ənvər mən bəsdir bu eksperimentləri keçirdim. Bəsdir. Yəni birdən-birə gəlirsən ki, bu mahnıları deyirəm Ənvər mən istəyirəm bizim də repertuarımızda və niyə də olmasın, qoy olsun. Təbii ki, bu günlərdə oxuduğum mahnılar, məsəl üçün sizə salam gətirmişəm. İlk dəfədir ki, bu günləri bu verilişdə, yəni bu günə qədər nə qədər musiqilər oxumuşam. Canlı bəlkə olub hansı tədbirdə, el şənliklərimizdə bir dəfə, iki dəfə oxuyum. Amma bu günlər bütün nəğmələr yəni canlı səslənir, canlı ifadə, canlı müşahidə. Bu sizə salam gətirmişəm mahnısını ilk dəfə olaraq bu günləri burada oxudum. Və indi verilişimizin sonunda da bir ekskluzivi də sizə səsləndirəcəm. Siz bilirsiniz ki, mən Nisə Qasımovanın yaradıcılığını mən çox sevirəm.
Nisə Qasımova ümumiyyətlə yəni mənim üçün dəryadır. Yəni onun sənəti, onun yaradıcılığı, onun ürəyi dəhşət. Və o gözəl mahnının da bəstəkarı bizim üçün təbii ki həmişə yaşayır, yaşayacaq gözəl sənətkarımız ruhu şad olsun Xanlar Cəfərov. Bəstəsi Qayıtdım mahnısı. Qayıtdım mahnısı bu mahnının da bu günləri ilk dəfə olaraq Az sonra. bu gözəl verilişdə səsləndirəcəyik az sonra. Özəl. Hörmətli tamaşaçılar, ARB TV-də reklamlar bitdi. Özəldə bu axşam möhtəşəm bir gecə idi. Həqiqətən də dincəldim, həm işimi gördüm, həm də musiqidən zövq aldım sizin sayənizdə. Hörmətli Qaytaq İnstrumental Ansamblı, Ənvər müəllim, sizin gözəl müşayiətiniz sayəsində Abbasın gözəl əhvalı bugün onun ifasına da təsirini göstərdi. Ona görə sənə həmişə yaxşı əhval-ruhiyyə arzulayıram. Çünki doğrudan da sənət adamını dünyada konsert öncəsi əsəbləşdirmək olmaz. Konsert öncəsi ona stres yaşatmaq olmaz. Bir dəfə bunu misal çəkmişəm. Bu da bir professionallıqdır əslində. Yəni kulisdə nə olursa olsun onu tamaşaçıya yansıtmaq. Bir dəfə Alla Pugaçova konsertlərinin birində səhnəyə çıxmamışdan öncə ona yaxınlaşırlar və söyləyirlər ki, sənin atan rəhmətə gedib. Və o cavabında belə söyləyir ki, siz elə düşünün ki, bu sözü siz mənə deməmisiniz və mən də bunu eşitməmişəm. Və çıxır səhnəyə, oxuyur, heç nə olmamış kimi. Axırda artıq konsert bitəndə hakim ola bilmir hisslərinə və söyləyir, ağlaya-ağlaya deyir ki, mən üzr istəyirəm, əgər bugün ifamda bir yanlışlıq olsa, çünki mənə konsertdə çıxmazdan öncə mənə dedilər ki, sənin atan rəhmətə gedib. Üzr istəyirəm sizdən, əgər bir yanlışım oldusa və beləcə konserti yekunlaşdırır. Bu da özü də bir professionallıq, bir peşəkarlıqdır ki, bunu səhnəyə çıxartmayasan. Biz sənət adamı ola bilərik, biz efirdə insanlarla təmasda ola bilərik, amma hər bir insanın bir qayğısı var, bir problemi var. Amma mən arzulayıram sizə, mənim əziz dostum Abbas, o qədər əhvalın gözəl olsun ki, elə həyatda da, səhnədə də o əhvalla bizə gözəl mahnılar səsləndirəsən. Təşəkkür edirəm, çox sağ olun. Bütün yaradıcı heyətin də bayramları mübarək olsun. Bizi izləyən dəyərli tamaşaçıların da bayramlarınız mübarək olsun. Amin. Hamıya can sağlığı arz edirik. Süfrələriniz həmişə naz nemətlərlə, ruzu bərəkətlə bol olsun. Əsas odur canlı sağ olsun. Var olun, təşəkkür edirəm. Ənvər müəllimdən bir bayram təbriki eşidək mütləq. Kazım təşəkkür edirəm bir daha bütün əməkdaşlarınıza. Sən Təşəkkür həmişə hardasansa orada ab-hava gözəl olur. Bu Minnətdaram. mədəniyyətindən, daxilindən Çox sağ ol. gəlir. Var ol. Çox sağ olun. Hər zaman gözəl verilişlərdə, həm də harda çalışdığın yerdə həmişə Çox uğurlu sağ ol olun. və ümumiyyətlə bütün Azərbaycan xalqına uğurlar arzu edirəm və arzu edirəm ki, bizim enerjimiz heç zaman tükənməsin. Amin. Hər kəs öz peşəsində mükəmməl olsun. Bol-bol sevinç, xoşbəxtlik, ruzi bərəkət, nə bilim, gələcək xoş günlər, Amin. xoş günəşli günlər, sevincli günlər arzu Vətənimiz edirəm. üçün, ölkəmiz üçün. Bayramlar mübarək hər olsun. zaman. Amin. Bəli. Əziz musiqiçilər, sizin də bayramınız mübarək olsun. Çox sağ olun. Bu axşam bizimlə idiniz. Bu qədər. Və onu da qeyd edim ki, bu verilişə YouTube-dan Yüksək 4K YouTube kanalda keyfiyyətdə, bəli. kanalınızdan baxacaqlar, izləyəcəklər və onu da qeyd edim ki, bu günlər səslənən mahnılar bu gündən etibarən bütün rəqəmsal musiqi platformalarında yerləşdiriləcək. Kim dinləmək istəyərsə Yeni onu da dinləyə live bilər. albomu da belə deyək. Bəli, bizim 2025 ümumiyyətlə live, yəni adətimizdir. Hər efirdən sonra Çox canlı gözəl, musiqilərimiz Çox gözəl ideyadır. Bəli. Ə, Spotify-da və bəli. digər musiqi Bəli. platformalarında. Bəli. Əla. Və eyni zamanda Özəl Medianın YouTube səhifəsində mən hətta əminəm ki, bu verilişi Abbas Bağırov Özəl Mediadan istəyəcək, çünki o da öz YouTube kanalında mütləq Mütləq bu şəkildə. materialları yerləşdirəcək. Bu mövzuda da Abbas çox məsuliyyətlidir. Yəni rəqəmsal dünya, sosial şəbəkələr, nəinki özünə, hətta qonşu kanalların aparıcılarının verilişlərindən də onlara yardım edir bu mövzuda. Məsəl üçün Nanə xanımın nanəli Bəli, bəli. playlisti Spotify-da məsələnin Bəli. təklifindən irəli sürülür. Bu arada da Mikro, salamlar olsun. Bu qədər bitmir, yəni təşəkkürlər. Gecəniz xeyrə qalsın, yenidən görüşəcəyik.